Çox gözlənilən UFC 317 kartının əsas döyüşündə qarşılaşmalı olan Charles Oliveira və Ilia Topuria döyüşü haqqında danışacağıq. Belə ki, Oliveira'nın peşəkar rekordunda 35 qələbə və 10 məğlubiyyət var. Topuria isə məğlubiyyətsizliyini qoruyaraq 16 döyüş və 16 qələbə ilə karyerasına davam edir. Döyüşçülərin avantaj və dezavantajlarından danışası olsaq, Charles Oliveira'nın özünə məxsus strikingi var. Ayaq üstə döyüşdə ayaq və diz zərbələri ilə təhlükəli ola bilir, ən yaxşı tərəfi isə jiu-jitsusudur. Dezavantajlarına baxsaq, nisbətən sürəti azdır, yumruqları müdafiə etməkdə isə boşluqları var. Topuria'nın boksu çox yaxşıdır, sürətlidir və grappling bacarıqları var. Dezavantajlarına baxası olsaq, ayaq zərbələrindən istifadə etmir və ayaq zərbələrini qarşılaya bilmir. Döyüşü təxmin edəsi olsaq, Oliveira'nın məsafədə qalıb doğru zamanda döyüşü yerə alıb yerdə idarə etməyə çalışarsa qazanma ehtimalı olduğunu düşünsəm də, fikrimcə böyük ehtimalla bu döyüşün nəticəsində Topuria axtardığı nakautu tapacaq və çempionluğa yüksələcək. Sizcə bu qarşılaşmada nəticə necə olacaq?